Herkese selamlar. Ben Pervane, kanalıma hoş gelmişsiniz. Bugün yeni bir video ile karşınızdayız. Kızlarla tanışmanlarınızı istedim ilk önce. Yani ilk önce onlara sen takdim edesinler. Buyurun. Mən Musa Röya, Bakı Dövlət Universitetinin 1-ci kurs tələbəsiyəm. Hüquq fakültəsində təhsil alıram. 1646 qrupundanam. Bütün qrup yoldaşlarıma buradan salamlarımı göndərirəm. Mən də Bakı Dövlət Universitetinin Hüquq fakültəsi 1-ci kurs tələbəsiyəm. Röya ilə qrup yoldaşıyam. Mən də qrup yoldaşlarıma salamlamaq istəyirəm. Herkese salam. Ben Ada Üniversiteti Hüquq Fakültəsi tələbəsiyəm. Lakin ilk ilim hal-hazırda Foundation tələbəsiyəm. Növbəti ildən əsas dərsə keçəcəm. Buradan bütün B3 qrupuna salamlar. Ben de buradan herkese salamlar gönderiyorum. Yani ilk dəfədir adada hüquq oxuyan biri ilə video çəkirik. Yəni bu vaxta qədər xüsusən də bu haqda əlavə suallar verə bilərəm özünə. Əlavə bonus suallar da olacaq bu arada. Belə mən suallara başlamaq istəyirəm. Suallar yenə keçən dəfə kimidir. Mən oxuyacağam. Bu dəfə bir fərq var. Mən cavablamayacağam. Mən sadəcə fikrimi bilərəm bəzi mövzulara. Mən ümumi olaraq cevablamağı düşünmürəm. Yəni də siz cavablayacaqsınız. Belə. Birinci sual. Azərbaycan dilindən buraxılışda balım yüksək gəlib, ancaq qrammatika testlərində özümüzə hiss edirəm. Sizcə son 3 ayda ancaq qrammatikamı əzbərləyim, yoxsa testlərə mi üstünlük verim? Məncə testlərə üstünlük vermək daha yaxşıdır. Çünki mən öz təcrübəmdən deyim, məndə də qrammatikada bayağı bir çox zəifliklərim var idi. 97 bal toplamışam Azərbaycan dilindən. Ancaq yəni qrammatikamı düzəltməyim yalnız test toplusu olsun, digər vəsaitlər olsun, test işləmək olub. Daha çox praktikada testdən istifadə etmişəm və son sınaq testlərindəki imtahan balımı buraxılış imtahanında artıq qat-qat daha çox artırmışdım. 80 yığırdım, 75 falan yığırdım sınaq imtahanlarında, amma buraxılış imtahanında artıq 97 bal yığdım. Yəni 10 qrammatikadan heç bir səhvim olmadı. Qrammatika gözümüzdə çox böyükdür, ki çətin düşür, amma qrammatika çox asan düşür. Buraxılışda bu qrammatika asan düşür. Yəni qrammatikadan məncə o qədər qorxmağa ehtiyac yoxdur. Mən də Nəzrin fikrinə qatılıram. Yəni qrammatikada əsas testdə üstünlük vermək daha yaxşıdır. Mən hər iki qəbul imtahanında iştirak etmişəm. İkinci imtahana hazırlaşanda demək olar ki, qayda falan təkrarlamırdım. Ancaq test üstünlüyü verirdim. Son illərin qəbul testlərini demək olar ki, o qədər işləmişdim ki, əzbərləmişdim. Həmçinin test toplusu olsun. Telegramda, kanallarda da çoxlu testlər verirlər. Onları da işləmək olar. Yəni əsas testdə üstünlüyü vermək məncə daha yaxşıdır. Mən də yoldaşlarım fikirlərə qatılıram. Mən özüm buraxılışda da mən də full yazmışdım qrammatikanı. Qəbulda da full yazmışdım qrammatikanı. Sadəcə mətn sualından kəsilmişdi. 29.5 almışdı. Mən əsas nə edirdim? Qayda oxumaq öz yerində, amma Azərbaycan dilinin əsas qayəsi budur ki, sən o testi olaraq tətbiq edə bilərsən. Qaydanı ha əzbərlə, ha onu yaxşı bil. Sən onu tətbiq eləmirsənsə heç nədir. Ən çox mən OTEK sınıflarına üstünlük verirdim. Çünki o da dillə əlaqəli olan bir şeydir. Yəni güvən falan okey, yəni əgər olimpiadaya hazırlaşırsa tamam, amma əsas OTEK və mütləq şəkildə toplunu 2-3 dəfə işləməyiz yaxşıdır. Çox mənim məsləhətdən gündəlim. Bundan bu arada daha evvel demişəm, amma belə sizi deyəndə düşünürəm ki, çox adam eyni metodla eləyib, yüksək bal toplayır. Məsələn, siz dediniz ki, əvvəlki dövrün sınaqlarını təkrar işləmişdim. Məsələn, bunu mən də eləmişdim və videolarımda da demişəm. Məsələn, siz deyirsiniz ki, məsələn, güvən başqa, mən toplumun dəfələrlə işləmişəm. Yəni, bir uzaqdan baxıb yaxınlaşıqda görürsünüz ki, yəni, yüksək bal toplamışların çoxsu oxşar metodla gedir, ya da oxşar şeylər eləyir. Yəni, faydalı çünki, məsələn, toplu ya da keçmiş illərin imtahanları çox təsir edir. Mən də bunu çox təsdiqləyirəm. Telegramda var, bunu əlavə edeyim. 2019-cu ildən 2024-cü ilə qədər mən hamısını axtarmışdım. Həm riyaziyyat üçün, həm Azərbaycan üçün deyirəm. Yəni bütün qəbulları çox razıyam, yəni Röyanla. Çünki o çox kömək olur. Çünki hər eyni tip suallar salır, sadəcə biraz oynayırlar. Oynayırlar. Hətta bizim ilimizdə bir neçə sual sadəcə topludan kopyalab paste edir. Yəni eyni şey copy paste edir topludan. Elə düşə bilir. Sonra növbəti sual. Ən kritik anlarda, məsələn, imtahanı bir həftə qalmış olan depressiyaya düşdükdə necə çıxmağa çalışırdınız? Mən özüm depressiyaya düşmüşəm şəxsən bir həftə qalmış. Fikirləşirdim ki, yəni riyaziyyatı yaza bilməyəcəm deyə. Bəzən olur 3-cü qrupların çoxsu riyaziyyatdan zəif olurlar. Halbuki riyaziyyatım zəif deyildi. Ən çox sevdiyim fənlərdən olmuşdu, amma düşünürdüm ki, çox çətin olacaq, yaza bilməyəcəm. Amma sonra mənim riyaziyyat müəllimimin bir düşüncəsi var idi ki, nə olursa olsun, heç vaxt həyəcanlanma. Həyəcanlananda müəyyən işi görə bilərsən, sonra işi görə bilməyəcəksən, həyəcanlansan. Sonra təkrarlamağa başladım artıq. 2 gün qalmış
full qaydaları, riyaziyyatdan olsun, Azərbaycan olsun, ingilis dili qaydalara baxdım və imtahana getdim. Həyəcan təbii ki, hər zaman olur. Hər bir abituriyentdə mənə gəlir ki, həyəcanlanmayan şəxs olmaz deyə düşünürəm. Əsas həyəcan olmalıdır. Həyəcan olmasa, yəni o qorxu gəlməz. Qorxu da gəlməsə icraata keçmərik. O həyəcan biraz yaxşıdır. Stres həyəcan dozasında yaxşıdır. Evet. Amma idarə etmək bacarmaq lazımdır. Orada sizin riyaziyyat müəllimi soxdunuz deyib, mən belə düşünürdüm həmişə. Yəni, eləyə biləcəyiz bir şey var. Zaten oxumusunuz bir vaxt elə də. Yəni, həyəcanlansız eləyə biləcəyiz nəyisə də itirəcəksiniz. Yəni, itirə biləcəyiz bir şey olacaq. Amma həyəcanlanmasız ən azından potensialınızın ən yaxşısını eləyə bilərsiniz. Bir şey. Mən də demək olar ki, bir ay qalmış belə tam depressiya deyildi, amma demək olar ki, düşünmüşdüm də. Ən çox riyaziyyatdan qorxurdum. Buraxılış vaxtı deyirdim, riyaziyyatdan heç nə yaza bilməyəcəm, heç nə edə bilməyəcəm. Riyaziyyata görə balım çox aşağı gələcək, amma tamamilə əksinə oldu. Ən çox balım elə riyaziyyatdan gəldi. Bir həftə qalmış demək olar ki, davamlı təkrar etməyə başladım. Həm Azərbaycan dili, həm riyaziyyat, həm ingilis dili. Bir gün qalmış imtahanda ki, bazar günü olur. 6-cı gün günortaya kimi demək olar ki, riyaziyyatdan əsas trigonometriya düsturlarına üstünlük vermişdim. Amma qəbul imtahanından bir gün qabaq ən çox ədəbiyyatda o əlavə əsərlər olur. Bütöv düşən əsərlər, mütabatdan düşən əsərlər olur. Bu Xurşudbanidir, Vaqifdir. Onları daha çox üstünlük vermişdim ki, onlarda ən əsas ardıcıllıq salırlar. Ardıcılığı yaza bilmək üçün onlara üstünlük vermişdim. Amma belə ümumilikdə qəbul imtahanına bir həftə qalmış, ən çox tarix təkrar almışdım. Tarixdə toplu işləyəndə mən toplunun tarixdən dəfələrlə işləmişəm və orada çətin suallar olur. Çətin sualların hamısını işarələyirdim, özümdə saxlayırdım, dəfələrlə həmişə baxırdım. Bir həftə qalmış demək olar ki, o sualların da hamısını təkrarladım. Həyəcan təbii ki olacaq. Yəni həyəcanın olmaması mümkün belə deyil. Yəni imtahana girəndə özə elə bir ortam yaradırlar ki, insan istəməsə belə həyəcanlı olur. Amma bir şey sualları işlədikcə, sən davamlı sualları işlədikcə sən o həyəcanın gedir. Sən özünü imtahanda davamlı motivasiya edirsən. Ona görə də yəni əsasən abituriyentlər bildikləri fəndən başlasa mənə görə daha yaxşı olar. Özlərini motivasiya edirlər. Əksinə bilmədiyi fəndən, zəif olduqları fəndən başlasalar daha da motivasiyaları düşəcək və bildikləri sualları belə səhv yazma ehtimalları çox olacaq. Mən də elə düşünürəm bu arada. Hürriyə danışdığım gülümsəyirəm. Yəni mənim yaşadıqlarımı yaşamış kimi həqiqətən elə hiss edirəm. Çünki məndə də eyni vəziyyətdir. Var da qızlar kimi mən də riyaziyyatdan qorxurdum. Ən çox balı riyaziyyatda gəlmişdi. O yüzden mən güldüm yəni. Mən ən çox riyaziyyatdan qorxurdum. Hətta yəni bir həftə qalmış mən depressiyadaydım, ağlayırdım riyaziyyatdan 80 bal keçərməyəcəm. Mən hətta riyaziyyatdan balım çıxana qədər ağlamışam. Çünki qorxumdan yoxlamamışdım. Yəni nəticəmin nə gələcəyi haqqında heç bir məlumatım yox idi. Hətta 2 uşaq mənə demişdi ki, səndə falan suallar səhvdir. Mən də düşünürdüm ki, yəni 80-lərdən yuxarı olacaq. Riyaziyyatım 97 bal gəlmişdi. Və səhvim yox idi, bal kəsmişdilər bu arada açıq sualdan. Yəni ona görə də özünüzü qəti surətdə qorxutmursunuz. Yəni həyatda hər an hər şey ola bilər. Yəni heç həsənin sonu deyil təbii ki. Siz nə düşünürsünüz? Yoldaşlarım fikirlərin hamısına qatıldım, amma məndə biraz stress fərqli olmuşdu. Mən 9-cu sinifdə çox özümə baskı eləmişdim türklər demişkən. Yəni çox stresə saldım özümü. Ona görə yəni 11-ci sinifdə demək olar ki, mənim stresim olmadı. Yəni mən gömdüm o stresi. Yəni buraxılışa çox rahat hazırlaşırdım. Belə özümü stres salmırdım. Nə üçün? Burada 2 məsələ var. Birinci, siz özünüzə məqsədinizə fokuslanmalısınız. Yəni imtahanı yaza bilməyəcəmə fokuslansız yaza bilmirsiniz. Yəni bu reallıqdır. Nəyi ağlınızda qurursunuz da, nəyi inanırsınız, onu yaşayırsınız. Mən həmişə, məsələn, universiteti fikirləşirdim, adamı fikirləşirdim. Deyirdim ki, mən orada olacam. Mən hər gecə gecə yatanda həmişə oranın kampusunda olmaq xəyal edirdim. Və bir dənə mahnı vardı, Unstoppable. Onu qoşurdum, məsələn, riyaziyyatdan zəhər getmirdim, daxsan yığmışdım. Yəni, biraz adam çətinliyim var idi. Məsələn, ondan yorulduğumu deyirdim ki, yaza bilməyəcəm. O mahnını qoşurdum, gözümü yumurdum və oranı xəyal edirdim. Stresim gedirdi. Stres olmurdu. Yəni, ümumi narahatlıq və yorğunluq, artıq motivasiya olmayanda mən mahnı və o xəyalımdakı yerlə birləşdirdim. İkinci məsələdə disiplinli və davamlılıq. Yəni, bir həftə qaldı onsuz da. Yəni, bura qədər gəlmişsinizsə, o bir həftəni də davamlı şəkildə geçsəniz, yəni, bir şey fikirləşdim ki, yəni, bu dünyanın sonu deyil, birincisi. İmtahan ötürü özünüzü çox da öldürməyə dəyməz. Əgər həqiqətən çox çalışırsınızsa, məqsədiniz varsa, onun sonuna çatacaqsınız. Yəni, özünüzü ekstra stres tutab, sağlamlığınıza da ziyan vurmayın. Çox haqlısınız. Və istəyirəm bayaqdan soruşmadım. Qızların ballarını soruşmaq istəyirəm. Neçə balla qəbul olunuz? Əgər demək istəyirsə deyə bilərsiniz. 625 balla qəbul olmuşam. Siz? 635. Siz? 657. Belə.
Və gördüyünüz kimi Zeyn aşağı yuxarı çox fərq yoxdur ballarda və aşağı yuxarı metodikada eynidir, düşüncələr də məncə çoxumuz yəni bir-birimizlə qarşılaşırıq. Mən şəxsən sizin dediyiniz kimi çoxsun yaşamışam məsələ. Sizin dediyiniz kimi o motivasiya məsələsini mən də eləyirdim. Bu arada buradan bir şey deyim, mən də Ada Universitetinə çox istəyirdim. Amma Ada Universitetinə biraz mən də çəkinən tiplərdən biriydim. En sonunda geldiğim nəzərə, mən en son Bakı Dövləti düşündüm. Ben başka bir videoda bunu demiştim ki, en sonunda ihtimal Bakı Dövləti düşünürdüm. Və Bakı Dövlətindən açıqçası qorxurdum. Amma Bakı Dövlətindən sonra bir neçə tanışımdan soruşandan sonra artıq biraz qorxmaz olmağa başladı və eyni zamanda özüm Bakı Dövlətə qəbul olduqdan sonra gördüm ki, mənim qorxduğum kimi deyilmiş. Biraz da yəni Bakı Dövləti videoları çəkmək istəməyin məqsədi oldu, yəni əsas məqsəd oldu ki, yəni mənim kimi qorxanlar varsa ya da heç bir məlumat olmayanlar varsa məlumatlandırmaq. Siz nə düşünürsünüz bu haqda? Universitetlər haqqında? Belə deyim, mən 8-ci sinifdən bəri Ada Universitetini istəmişəm. Özüm məcbur köçkün statusum var deyə ödənişsizəm. Ancaq bala görə 1 il bursa düşürdüm. Mən 8-ci sinifdən oranı istəmişəm. Yəni məqsəd oraydı. Amma 11-ci sinifə gələndən sonra tərəddüdlərim yarandı. Yəni dedim ki, birdən nəsə problem yaranar. Yəni mən dəhşət araşdırırdım, paranoyak olmuşdum. Saytı girib bir-bir o cümlələr oxuyurdum. Hər dəfəsində e-mail yazırdım ki, ciddən oxuya biləcəm. Yəni kampusuz. Düz 750 manat bizə tələbə xərci var. Onu hər tələbə ödəyir. Amma sonra Bakı Dövləti sabah qruplarını fikirləşdim. Dedim ki, yəni ən azından stipendiya da alaram. Adada yox stipendiya by the way, bundan deyil. Amma sonra sabah qrupları Qarabağa köçdü. Və işdir ki, mən yuxularımdan da çıxmadı ada. Ona görə mən yəni dedim ki, vaz keçməyəcəm. Düzdür, çətindir. Təhsil sistemində çətindir. Foundation nisbətən rahatdır. Mən foundationam, yəni ingilis dili hazırlıq oxuyuram. 5 il olacaq total ili. Amma dedim ki, yəni əgər necə deyim, mən bu məqsədim budursa, yəni mən biraz çətinliyi sevirəm, çətinlik getməyi sevirəm. Ona görə dedim ki, çətin olanı seçəcəm. Yəni nə ola bilər maksimum? Maksimum nə ola bilər dedim. Maksimum transfer edə bilərəm. Maksimum yenidən hazırlaşaram. Çünki hər fürsətlər də oldu. Məsələn, bizim bir müəllimimiz səhv etmirəmsə biologiya və s. belə bir ixtisası var. Amma sonra bəyənməyib və 15 il sonra ixtisasını dəyişib gəlib ingilis dili müəllimliyi eləyir Ada Universitetində. Özü də Cənubi Afrikalıdır. Yəni ona görə fikirləşdim ki, elə məqsədimi dalınca gedim. Xoşum gəlməsə çıxaram. Diyada da 2 balım çatmırdı deyə. Həm də ingilis dili tədrisi yox idi. Mən ingilis dili tədrisi üstünlük verirdim. Ona görə yəni xəyallarım dalınca getdim. Siz də elə edin. Sizdən ada haqqında bir sual soruşmaq istəyirəm. Yəni bu məlumat olaraq verildi. Çünki məsələn mən bunu bilmirdim. Mən də adanı çox istəyirdim, amma bizim vaxtımızda səhv etmirəmsə yox idi. Bizim o bala görə, yəni ödənişsiz hüquqda yox idi. Soruşmuşdum, digərlərində var idi. Yəni digər ixtisaslarda hüquqda yox idi. İndi bir şansınız da var. Əgər Ada Universitetini istəyirsinizsə, yuxarı bal toplamaqla da gəlib ödənişsiz oxuya bilirsiniz. Əvvəllər 690 plus idi. Full, yəni 5 mi, 4 il mi, necə il oxuyacaqsınızsa. Ancaq keçən ballar qalxdığına görə çox sayılı tələblərə əsasən 687 elədilər full pulsuzluq. Yəni hətta 687.1 ilə belə full pulsuza düşənlər var. Ona görə də yəni yox. 2 ixtisası səhv etmirəmsə, iqtisadiyyatla riyaziyyat olmalı. Dəqiq araşdırın. Ada Universitetinin öz səhifəsində qaydalarında var. O ixtisası 650 plus keçəndə full pulsuz olur, səhv etmirəmsə. Amma hüquq və digər ixtisaslarda 687-ni keçəndə artıq full 4 ilmi, 5 ilmi pulsuz olursunuz. 650-ni keçəndə 1 il pulsuz olur. 600 keçəndə isə 1 ilə 25% güzəşt olunur. Həmçində universitet daxilində foundation demirəm. Əsas təhsildə əgər sizin GPA-niz yüksək olsa, məsəl üçün 3 keçdə müəyyən dərəcədə güzəşt, 3.5 keçdə müəyyən listlərə düşürsünüz. 4 GPA olsa rektor listi var, dekan listi var. İndi özüm əsas təhsildə deyirəm deyə, təbii ki də özümün bildiyi məlumatlara əsasən deyirəm. Bunlar düşəndən sonra orada da güzəştlər əldə edirsiniz. Əgər 4 GPA alsanız, full gələn semestr pulsuz oxuyursunuz. Əlbəttə ki, çətindirmi? Çətindir. Yəni, indi hamı yazacaq, çətindir falan. Asan bir şey yoxdur dostlar. Hamı soruşur, çətin, asan bir şey yoxdur. Hamı da çətindir. Asan bir şey yoxdur. Düzdür, burada ekstra çətinlik olanlar razıyam. İngilis dili tədris baxımından, metodikası baxımından. Amma əgər xəyalınızda məqsədinizdirsə, danışa bilmədim, eləməyə dəyər. Amma mən onu da deyim ki, yəni mən həmişə demişəm bunu, ki, bəs bacara bilərəm çətinlik. Mən deyirəm ki, sən o bal toplama potensialındasansa, onsuz da onu da çətinliyinə, yəni dözə biləcəksən. Belə bir şeylər. Növbəti suala keçmək istəyirəm. Və bu sualların çoxsu Instagramda nə yazılıb? Əgər yeni suallar vermək istəsəz, Instagramda tez-tez belə bir paylaşıram.
videolar olacaqsa, yəni siz də suallar verə bilərsiniz. Yəni sizin sualınızı videoda görə bilərsiniz. Və belə bir sual gəlib. Yayda dincəlməyi düşünürəm, bir aylıq da olsa, 10-cu sinifəm. Ancaq dostlarım və böyüklər deyir ki, fasilə versən, geri gələcəksən, sizcə necə edeyim? Siz yəni yayda dincəldinizmi? Mən dincəlmişəm 10-cu sinifdən sonra. Yəni məncə dincəlmək mütləq lazımdır. Çünki insan beyni yəni robot deyil də, yorula bilər. Bir aylıq da olsa mütləq məncə istirahət etmək lazımdır. Mən ümumiyyətlə iyul-avqust aylarında istirahət etmişəm. 10-cu sinifdən sonra, 9-cu sinifdən sonra hamısında yəni istirahət etmişəm. Mütləq lazımdır məncə. Digərlərinə qulaq asmaq lazım deyil. Unudarsan falan. Yenidən sentyabrdan başlayanda zaten yəni sistemə uyğunlaşırsan get-gedə sentyabrdan artıq yenidən məlumatları öyrənirsən də, yəni unutmaq mümkün deyil məncə. Bir ay müddətində yəni necə ola bilər ki, hamısını unudarsan? Məncə də. Mən də Nəzmin fikrinə qatılıram. Yəni 10-cu sinif mütləq şəkildə dincəlməlidir. Mən özüm də dincəlmişəm. İyun ayında 2 dənə hazırlığım qalmışdı. Cəmi tarix idi, o da riyaziyyat idi. Qalan hazırlığımdan ya dayandırmışdım, mən də tam yadımda deyil, müəllimlər dayandırmışlar. İyul ayı full şəkildə dincəlmişdim və dincəlmə mütləq şəkildə lazımdır. Çünki 11-ci sinifdə 10-cu sinifə baxmayaraq adam çox yüklü olur. Həqiqətən çox yüklü olur. İyul ayı full dincəlmişəm. Avqust ayının 15-dən təkcə riyaziyyat hazırlığım başlayıb. Düzdür, ilk əvvəl başlayanda biraz dincələndən sonra adama çətin gəlir, amma olduqca hazırlıqlar başladıqca adam ona öyrəşməyə başlayır. Yəni o unudacaqsan, yadından çıxacaq, hamısı boş şeylər. Bir aya heç nə adamın yadından çıxmır. Təşəkkürlər görürsən ki, artıq yadındadır, yəni o qədər yox deyil. Mən çox məşqələrə falan getməmişəm də. Yəni əsas 11-dən getmişəm. 10-cu sinifdə bir dənə ədəbiyyat idi məndə. O da iyun ayından dayanmışdı. Düzü müəllim dayandırmaq istəmirdi. Məcburən dayandırdıq. Çünki yayda fərqləməz, yəni ikisi də adam dərs oxuya bilmir. Yəni bu reallıqdır. Məsələn, nə qədər deyirsən oxuyacağam, sən onu ertələyirsən. Bu da effektiv olmur və motivasiyan düşür ki, ayda bunu dedim amma eləmədim. Ona görə yəni bir aylıq özünüzə istirahət vermək məncə çox belə böyüdüləcək dərəcədə belə bir söz var, gəh yaratmır da, yəni boşluq yaratmır. Mən yoldaşlarım fikirlə tamamilə razıyam. Yəni biraz özünüzə vaxt ayırın, kitab oxuyun, film izləyin. Çox da bir şey eləmək istəyirsinizsə, götürün riyaziyyatdan istirahət təkrarlayın, trigonometriya yadınızdan çıxmasın. Maksimum bunu deyə bilərəm. Ya iyun ayında ya da avqust ayında, yəni o 3 aydan birini seçin, bir ay full özünüzə verin, ondan sonra yəni daha effektivli çalışa bilərsiniz. Çox qatılıyorum. Bu arada həqiqətən hamınızın fikirlərini çox sevdim. Yəni sizi bu videoda gördüyüm üçün həqiqətən çox şadam. Yəni yaxşı qəbul edib gəldiniz, daha doğrusu yaxşı yəni yazmısınız, gəlmisiniz. Belə yəni növbəti videolar olacaq. Mən çox maraqlı gəlir. Yəni bir video çəkirik və mənə qızların fikirləri də çox maraqlı gəlir. Yəni sizin necə metodika ilə hazırlaşdığınız. Əslində həmin dövrdə olan metodikanı sonrakı universitet dövründə və həyatımızın digər hissələrində də tətbiq edirik. Yəni ona görə də açıqda mənə də fikirləriniz maraqlıdır və mən videonun maraqlılığından lazım çox şadam. Yəni verdiyiniz cavablar məncə çox maraqlı keçir. Növbəti suala gəlirəm. Buraxılış balım 230 bal gəlir. Hüququn pulsuzluğuna düşmək üçün minimum 600 plus olmalıdır. Sizcə necə edeyim ki, blokdan yaxşı yazaraq balımı 600-dən çox edeyim? Siz necə demişsiniz, blokdan yüksək yazmışsınız? Daha çox belə deyək. Mən blok fənlərinə ümumiyyətlə belə yaxşı metodika olmasa da çox fikir verməmişəm, önəm verməmişəm. Ona görə və bayağı qəşəng bir məsləhət verə bilməyəcəm. Çünki mənim buraxılış balım daha çox idi blok balına nisbətən. Məncə tarixlə ədəbiyyata daha çox üstünlük vermək lazımdır. Çünki Azərbaycan dilini məsələn testlərlə düzəltmək olursa da tarixlə ədəbiyyatı, yəni bilməsən test işləyə bilmərsən, tarix dəqiqdir. Ədəbiyyatda isə müəyyən əsərləri bilmədikdə, onun dərinliklərini öyrənmədikdə, yəni yazmaq olmur. Yəni testlə düzələn bir şey deyil, mənə elə gəlir. Azərbaycan dilini testlərlə, məncə ədəbiyyatda da o əsərləri oxumaqla, tarixi də full, yəni tarixdir də, tarixi əzbər bilmək lazımdır məncə. Amma ədəbiyyatdan əsər oxuyursan, bitirirsən, amma suallar, elə suallar verir ki, yəni siz əsərdə ona fikir belə verməlisən. Ona görə mən düşünürəm ki, ədəbiyyatda oxumaq həm də testlə paralel edilmək önəmlidir. Çünki ədəbiyyatdan çox belə lazımsız, çox dəxilsiz suallar sala bilirlər. Yəni çox dəxilsiz suallar verə biliriz. Oxuyanda yəni fikir vermirsən. Bizə şey düşmüşdü. Səhv etmirəmsə, Azad əsəri idi, Tehran Təbriz düşmüşdü. Hansı düz doğrudur, hansı yanlışdır, elə bir şey düşmüşdü. Yəni mən əsəri oxuyanda çox da Tehran Təbriz fikir vermişəm. Siz də çox dərinliyə gedirlər, hədsiz dərinliyə gedirlər. Bir də məntiqi suallar olur.
bəzən. Ədəbiyyatda, hə. Ədəbiyyat sevmirəm, Mən ədəbiyyatı sevirəm, amma bizim hal-hazırda, yəni abituriyentlərə salınan, dildə salınan ədəbiyyatın həqiqi ədəbiyyat olduğunu düşünmürəm. Əsərin mahiyyətindən sorğunun çox dəxlisiz bir yerine sual. Çox Bu razı. da buyur. Mənim buraxılış balım hazırlıq yoldaşlarıma baxanda nisbətən az idi. 260 idi, amma sonra apellyasiya verdim. 8 bal Azərbaycan dilindən qaldırdım və ona görə də çox pis depressiyaya düşmüşdüm. Amma sonra apellyasiya verdiyimə həqiqətən çox sevindim. Çünki balımı həqiqətən qaldırdı, yəni özümü sübut edə bildim. Qəbul imtahanına gələndə isə, yəni bütün fənləri ən çox tarixlə ədəbiyyatı üstünlük vermək lazımdır. Tarixi də, ədəbiyyatı da hər ikisini həm oxumaq, həm test işləmək. Ədəbiyyatda əsəri oxudunuz, sonra gedin həmin əsərə uyğun topludan o testləri seçin və işləyin, təkrarən işləyin. Tarixdən də həmçinin. Tarixdən mən demək olar ki, birinci hissə toplunu bəlkə 3-4 dəfə işləmişəm. İkinci hissəni deyə bilmərəm, çünki ikinci hissəni əsasən 11-ci sinifdə başlamışıq. Amma yəni dayanmadan testləri işləyin. Ən çox hər üç fəndən ən çox topluya üstünlük verin. Çünki dim əsasən topludan salır. Topludakı testləri bəzi sualları dəyişib salır. Ən çox da çətin suallara üstünlük verin, uğursuz suallar olur. Yəni onlara çox üstünlük verin. Azərbaycan dilində isə qaydaları da oxuyun, testləri də işləyin. Amma ən çox yəni mən danışamadım. Tövsiyə verirlər. Tövsiyəm odur ki, yəni əsasən testləri daha çox işləyin. Testlərə çox üstünlük verin. Qaydalar da o istisnalar var. Azərbaycan dili qaydaları onsuz istisnalar üzərində qurulur. O istisnalara daha çox üstünlük verin. İstisnalar çətin yerləri daha çox bloka salırlar deyə. Yəni onu görürəm. Birinci tərəfdən başlayım, mən sevindim. Mən toplumda pul işləyə bilməmişdim. Yəni necə deyim? Mən olimpiadalara hazırlaşmışam. Mən olimpiada qalibiyəm həm də tarix bölümü üzrə 3 qat qalibəm. Ona görə yəni tarixi bəlkə də bir 100 dəfə, 200 dəfə o kitabı mən kitabdan, analiz evdən yox, sinif kitabından mən 5-6 dəfə, bəlkə də 10 dəfə, 100 dəfə, yəni mən onu təkrar oxuyub bitirmişəm deyə. Yəni testdə bir o qədər şey eləyə bilməmişəm. Necə deyim, üstünə düşə bilməmişəm. Toplu əsasında deyirəm. Amma belə dediyimə baxmayın, gedin toplunu işləyin. Çünki az qalıb. Topludan açıq suallara əsas diqqət edin. Çünki toplunun ilk qapalı sualları, yəni uşaq sualları olur. Yəni çaldıran döyüşünə olur. Ona görə də yəni əsasən açıq tipli suallar, bir də oranın mənbə suallarını heç bəyənmirəm açıqcası toplunun. Yəni çox kalitəsiz də Türkiyədə deməli. Ona görə əsasən açıq suallara diqqət edin. Və tarixcə oxumaq deyə. Arkadaşlar, başqa da deyim mən. Yəni siz necə əzbərçilik yox, sevərək, yəni o əsəri yaşayın. O bir-iki dənə video var, napoş falan deyib. Yəni mən o əsəri yaşayaraq oxuyurdum. Bir də ən çox qeyd çıxarırdım. Qeyd çıxarmağı sevmirsinizsə, ya da vaxtınızın gedəcəyini düşünürsünüzsə, nə deyim, xronologiya tuta bilərsiniz və ya da həmin əsəri oxudunuz və onu kiməsə izah edirmişsiniz. Bunu çox deyirlər. Həqiqətən şey arayır. Məndə bir də ağ lövhə vardı. Ora AXC-ni öyrəndə mən AXC-nin nə varsa yazmışdım, sonra kuklamı qoymuşdum ora. Mən onu izah edirdim. Çox effektiv yöntemdir. Tövsiyə edirəm. Sonra gərək Azərbaycan dili mən yəni 5-ci sinifdən bəri çox sevmişəm. Yəni Azərbaycan dili fəsilləsi olmuşam deyə, yəni ondan problem yaşamırdım. Oradan testlər ən çox toplu, bəlkə də 3-4 dəfə işləmişəm, ən çox toplu. Bir də güvəndən də işləmişəm, yerəmdən də işləmişəm, amma onlar yəni boş deyil, çox kiçik suallar var. Əsasən toplu, bir də mütləq şəkildə sınaq və əvvəlki blok suallar. Əvvəlki blok suallar elə bir ki, sizin necə deyim, əlinizdə bir açardır da, yəni o əvəz edilməzdir. Ədəbiyyat haqqında yorum eləmək istəmirəm. Ədəbiyyat mənim yaralı yerimdir, həqiqətən. Ədəbiyyatdan mən 25 yazmışdım 30-dan. Yəni çox o haqqda danışa bilməyəcəm. Ədəbiyyat mənim yaralı yerimdir, həqiqətən. Ədəbiyyat okey, əsərləri oxumağı sevirdim, amma ki o sualları sonra, yəni necə deyim, blok imtahanından sonra başa düşdüm ki, o əsəri elə oxumaq lazımdır ki, dərinliyinə. Yəni nöqtə bə nöqtədə, yəni o əsəri oxudunuz, oradan qeyd çıxarın. Məsələn, bayaq qeyd edildi Təbriz-Tehran məsələsi və sair axır. Yəni onun haqqında nə desəm, sizi yanlış yönləndirəcəm, çünki özümdə mən də məsləhət verəm lazımdır. Amma ən əsas deyim, əsəri dərinliklə oxuyun və danışın. O əsəri 200 dəfə öz-özünə danışın. Belə. Növbəti sualı sizdən başlayacağım, çünki tarixlə bağlı sualdır. Tarix sevginizi nəzərə alaraq sizdən başlayacağım. Tarixdə mövzular oxuduqdan sonra sizcə hər şeyi bir qeyd dəftəri tutub orada qeyd etmək lazımdır, yoxsa bu vaxt ikisidir? Mən olimpiadaya hazırlaşdığıma görə bəlkə də tarix arxivim var mənim. Yəni necə deyim, bir mövzunu mən 5 dənə dəftərə yazmışam da, yəni. Ona görə yəni amma siz blok üzrə gedirsinizsə, əlbəttə ki, yox, bu lazımsızdır. Yəni 5 dənə dəftərə niyə yazasınız? Çünki yəni necə deyim, çox da dərinliyə getmək lazım deyil. Çünki mən lazımsız mövzularda oxuyurdum. Birincisi
sevgi içdən gəlir də. İndi o sevgini sonradan indi yarada bilərsiniz. Yəni tarix videolar falan baxmağa çalışın. O dərsə sevgi ilə yanaşmağa çalışın. Yəni bir dərs kimi yanaşmayın da. Yəni deməyin ki, okey, bunu mən imtahanda yazacağam. Həqiqətən nəsə öyrənmək məqsədli yanaşın o dərsə. Məsələn, oxuyursunuz, tam burja inqilabı oxuyursunuz. Mən düzdür, Fransa falan çıxardılıb yenə də. O dərsə oxuyursunuz, fikirləşin ki, bu sizin gələcək dünya görüşünüz çox vacibdir. Həqiqətən mən universitetə girən sonra başa düşdüm ki, məsələn, mən biologiyanı çox sevirdim. Biologiyadan oxuduğum dərsdə mən o qədər kömək oldu. Məsələn, GMO qidalar var, gen modifikasiya olunmuş versiyası elə bir şeydir. Məsələn, düzdür, mənim əsasım yoxdur, amma mən çox sevirdim. Yəni belə gələcək nöqteyi nəzərdən fikirləşib sevgi yarada bilərsiniz. İkincisi də ki, həmin dərs bayaq da qeyd elədim, təkrarçılıq olmasın, öz-özünə danışmaq. Əgər fikirləşirsinizsə ki, bu dəlilikdir, onda yaxşı. Kuklanızı qoyun, nə bilim, ananızı, atanızı çağırın, qardaşınızı çağırın, gedin ona dərs danışın, dərs izah eləyin. Və yaxud da məşğələdə müəllimimizdən tələb edin ki, sizə çoxlu sual cavab versin. Ən əsas nöqtə sual cavabdır. Mən necə deyim, mənim sinif müəllimimlə hazırlaşmışam, onlayn sual cavabına hazırlaşmışam. Onlayn mən hər bir dəfə sual cavab eləyirdi, yəni mütəmadi olaraq. Yəni o sual cavabından artıq siz beyninizdə həkk eləmiş olursunuz. Qeyd də tutmaq, çox tutmaq istəyirsə, əlbəttə ki, qeyd lazım deyil. Yəni boş şeydir. Sadəcə 5 dənə dəftər tutmayın mənim kimi, əgər olimpiadaya hazırlaşmırsınızsa. Amma blok üzrə gedirsinizsə, necə deyim, ən spesifik nümunələri, çətinlik çəkdiyiniz yerləri, yadınızdan çıxan illəri, çünki artıq tarixdən sadəcə il salmırlar ki, məsəl üçün filan döyüş nə olub. Səbəb-nəticə əlaqələrinə fikir verin. Məsələn, bu döyüşün səbəbi, nəticəsi kimlər arasında olub, niyə olub, nə baş verib. Bir də onu özünüzə izah edin ki, bu iki dənə dövlət niyə dalaşır, niyə kavga edir, bunu bölüşə bilmədiyi şey nədir? Məsələn, şey var idi, Versailles-Washington sistemi, o çox uzunda müqavilə. Mən onu necə yadıma saxlayırdım? Mən onu sinif yoldaşlarım ad günlərinə əsasən yadıma saxlamışdım, tarixlərini. Çox saçmadır, bilirəm, fikir verməyin. Mən də eləyim. Məsələn, Trianon müqaviləsi var idi, səhv etməmişəm, 1920 yadıma çıxmayıbsa, o iyun ayındaydı. İndi səhv çıxacaq, yorumda məni linç eləyəcəklər, amma səhv eləmirəmsə. Çünki mən dostumla əlaqələndirmişdim onu. Ən əsas tarixdə əlaqələndirmədir. Səhv etmirəmsə, bunu Barış Özcan öz videosunda demişdi, hafıza sarayı metodu səhv eləmirəmsə. Baxıram bir onu beyninizdə qurmağa çalışın, onu ssenariləşdirməyə çalışın. Nə bilim, hər şey əlaqələndirir. Məsələn, mən adi bir stəkanla belə o tarixi olayı, hadisəni əlaqələndirə bilirdim. Əlaqələndirmə, connection qurma, yəni çox işə yarayır, tövsiyə edirəm. Bir şey yazmaq üçün adi edim, mən nə ilə əlaqələndirmişdim? Hə, onun bacısıdır, bu bunun şeydir. Məsələn, kimsə qohum evliliyi nikah edirdisə tarixdə, mən deyirdim, onların adlarını yazıb arasına ürək qoyurdum. Sonra ondan gələn uşaqları yazdım, bərabər qoyurdum. Çox saçmadır, amma işə yarayır. İstəyirəm bu arada. Belə. O dediğiniz videoya mən də baxmışam. Və məncə təkcə tarix yox, elə ədəbiyyatla o şəkildə əlaqələndirə bilərsiniz. Və yəni sonuna qədər təsdiqləyirəm. Bir də ədəbiyyat, mən tarixdə tövsiyə edirlərdim ki, tarixə videolara baxın. Məsələn, səbəblər haqqında çox video var. Xüsusən də o animasiyalı videolar bilmirəm. Yusuf Kayal. Mən də ona baxmışam. Yəni o həm izah dili çox gülməlidir, həm yəni başa salma stili falan, yəni çox yadda qalır. Və o da oyunda daha çox belə mizahla izah edir, ona görə yadda qalmağı daha rahat olur. Yəni sizin dediyiniz kimi ürək qoyub, kalp qoyub, nə bilim bərabər eləmək, yəni o tip şeylər bir şey zarafatla eləyirlər, yadda qalma şeysə daha asan olur. Bir də oxuduğunuz dərsdən suallar çıxarda bilərsiniz. Yəni olimpiada təcrübəmlə deyim ki, məsələn, biz final sualları bizdə fərq idi, aktiv falan olurdu. Biz məcburan o dərsi oxuyub, oradan biz final səviyyəli suallar çıxartmağa çalışırdıq. Mən oradan suallar çıxardım. O suallar çıxardığında istərsəniz o sualı siz hazırlamışsınız deyə o sualı öyrənirsiniz. Ona görə bu da effektivdir. Mən də bir şey dedim, məsələn, dərs oxuyurdum, hansı suallar düşə bilər, o tip özümə suallar verirdim, yazırdım, yəni o mən də eləmişəm, o tip bir şey. Onun üçün məncə də, yəni özünüz artıq sual verəndə, səhv edəndə, baxanda yadda qalır. Siz nə düşünürsünüz? Mən belə deyim də, mən tarixi çox sevmişəm, yəni məktəb vaxtımdan bəri çox sevmişəm. Sevgimin də nəticəsi olaraq hazır qəbul imtahanı hər ikisində tarixi maksimum dərəcə yazmışam və 30 yazmışam. Çox sağ olun. Mən müzahir istəyirəm. Təbii ki, bunun əsas səbəbi hazırlıq müəllimi olub. Mahir müəllimə buradan salamlarımı bildirirəm, deyirəm videoya baxar. Mən tarixi oxuyanda ayrıca bir qeyd çıxarmırdım. Mövzunu oxuyurdum, sonra öz-özümə danışırdım. Əsas da dərsdə müəllimin qeydlərinə çox qulaq asırdım. Yəni bir dəqiqə belə olsun, müəllimdən diqqətimi kənara yayındırmırdım. Müəllim nə deyirdi? Mənim bir dəftərim var idi. O müəllimin dediyi bütün qeydlərin hamısını o dəftərə yazmışdım. Və hər dəfədə, yəni məndə ikinci qəbula hazırlaşanda mən o dəftəri açırdım, həmin mövzuya aid olan qeydlərə dayanmadan baxırdım, təkrar edirdim. Müəllim sual verməyə başlayanda mən bilirdim ki, o haradan verəcək, o qeydləri əzbərləmişdim. Tarixdə əsas oxumaqdır.
həm də tarixdə ən çox belə deyim də oxşar və fərqli suallar daha çox suallar. Yəni falan döyüşlə falan döyüş, məsələn oxşarlığı, falan döyüşlə falan döyüşün fərqi. Ən çox da Venn diaqramı sualları çətin olur. Ali toplumun özündə belə o qədər dərinliyə gedirlər ki, bir yerdə olan necə deyim, bir cümləni belə oxşarlığa salırlar da. Venn diaqramda açıq olur deyə həqiqətən əsasən açıq salırlar, ona görə çox çətin olur da. Buna məsələn misal kimi göstərə bilərəm ki, Sacilər dövlətində səhv eləmirəmsə, Yusif ibn Sacın Samanilər dövləti ilə nəsə əlaqəsi olmuşdu. Qəznəvilər dövləti də deyəsən Samanilər dövlətinə nəsə son qoymuşdu. Tam yadımda qalmayıb, ona görə xahiş edirəm, məni tənqid eləməyin. Onu da demək həmin Sacilərlə Qəznəvilərin Venn diaqramını salmışlar. Topla bir sual vardı və həmin cavabı ortaya getmişdi və o cavabı görəndən sonra məncə həmişə hər dəfə o dərsi oxuyan deyirdim ki, falan yerdən əlaqəsi var. Ona görə də tarixdə incəliyinə həqiqətən çox fikir verin. Döyüşlərdə əsasən yəni tarixlərinə çox önəm verin. Tarixləri bir şeylə döyüşlər var ki, onlar eyni ildə olur, amma aynı tarixi ilə belə salırlar. Ən çox da AXC dövründə paytaxtlar olan dövr var. Gəncə dövrü var, Bakı dövrü var, Tiflis dövrü var. O dövrdə olan hadisələrə çox önəm verin. Çünki o dövrdən xronologiya dəhşətli dərəcədə çox salırlar. AXC zaten müsaade düşən mövzu. Mamollar gəlir yəni. Mamollar düşmən. Yoldaşlardan fərqli olaraq mən heç bir qeyd tutmamışam, heç bir konspekt falan, heç nəyim olmayıb. Amma mən də 30 düz yazmışam tarixdən. Bir şey sevgi oxumaqdır arkadaşlar. Qeyd edən də var, eləməyən də var. Yəni düz oxuyun. Yəni hərənin metodu fərqlidir. Məsələn, yoldaşlar qeyd eləyərəkdən öz metodikalarını elə seçiblər. Mən heç bir qeyd aparmadan eləmişəm. Dərsi bir dəfə oxuyurdum, sonra onu başa düşməyə çalışırdım. Sonrası mən sırası, yəni test açırdım. Testində bir yerdə kitaba baxa-baxa test işləyirdim. Sonra testi kənara qoyurdum. Yenə kitabı başladım oxumağa. O dərsi 2-3 dəfə oxuduqdan sonra bağlayırdım kitabı və testi yenidən işləyirdim. Və belə dərsi öyrənmiş olurdum. Yəni mənim metodikam belə idi və mənə ümumiyyətlə çox deyilirdi ki, tarixi oxumursan, yəni tarixə çox zaman ayırmırsan. Həqiqətən elə çox da zaman ayırmırdım. Cəmi 40 dəqiqə müddətində tarixin bir mövzusunu oxuyub kənara qoyurdum. Daha çox riyaziyyata, Azərbaycan dilinə önəm verirdim. Amma yəni tarixi sevirdim deyə onu başa düşürdüm və sonra testdə tətbiq edirdim. Sadəcə testdə tətbiq edərəkdən tarixi yadımda saxlayırdım. Yəni mən konspekt tutmamışam. Çox razıyam ondan, başa düşüb tətbiq edirəm. Bir də yoldaşın dediyinə də qatıram. Əlaqələndirmək məncə çox böyük təsir eləyir. Az günləri ilə olsun və ya ki, müəyyən günlərlə olsun, yadda saxlamaq çox yəni təsir eləyir. Məncə istifadə edə bilərsiniz. Zarafatla öyrənilən dərs ən çox yadda qalan dərsdir məncə. Həqiqətən zarafata qoyun. Mən də oradan yadımdan çıxmışdı. Çox dəyərli müəllimim, Vüsal müəllimə, yəni mənim tarix müəllimim olub. Mən tarixdən zəhləm gedib. Mənim tarix sevgim elə 7-ci sinifdə, yəni müəllim gələndən sonra başlayıb. Ona buradan çox-çox salamlar göndərirəm. Yəni necə deyim, mənim tarixə olan sevgim mənim həyatımı dəyişdi. Köklü təklə dəyişdi. Ona görə yəni müəllimlərinizin gəlir bir dipnot. Elədir. Müəllimlərimizin xüsusən də yəni o dövr, yəni ixtisas seçiminə yaxın olan dövrlərdə müəllimlərimizin bizə rəftarı, onların fənni sevdirmə tərzi bizim gələcəkdən hansı ixtisas seçməyimizə təsir edir. Universitetdə gəlirsən, sonra hazırlıq müəllimlərinin yeri həqiqətən çox böyüklərdir. Mən özüm universitetə daxil olanda demək olar ki, hazırlıq müəllimlərimin yeri görsənirdi. Yəni dedim ki, falan müəllim olsa falan tamamilə başqa cür rəftar edirdi. Ona görə həmin dövr insan istəyir ki, tez qutarsın, tez gəlin universitetə gəlin, amma həqiqətən elə deyil. Yəni çalışın həmin dövrdə çox az sən. Çox az, yəni çox az. Yaxşı olanlar da var, amma çox o da nadirdir. Məsələn, belə deyim, öyrətmək istəyənlər var, amma yəni heç belə siz öyrənmədiniz, vecin olmayan var. Yəni keyfinə görə qiymət yazan var, yəni mən rastlaşmamısınız ki, böyük ehtimala rastlaşırsınız. Belə, yəni elələr var. Abituriyent dövründə, yəni mənim məqsədimiz olduğu üçün müəllimim bizə həqiqətən, yəni belə hər detayla çox kömək edir. Məsələn, bizdə bir müəllimimiz var idi. Məsələn, bir gün testi pis yazdığımızda evə mamaya şikayət edirdik. Biz bir ayda bu çox dərs oxumur, yəni. Elə bir vəziyyət. Hər şeylə çox fikirləşirdilər. Hər dəqiqə valideynlərə məlumat verirdilər. Yəni çox belə öyrənməyimizə çalışırdılar. Deməli, video çox uzun olacaq qənaətinə gəldik və ona görə də hərəyə bir bildiyim sual verəcəm və hərəyə elə oxuyacaq. İndi başlayırıq. Buyurun sizdən random şəkildə seçilmiş suallar kim artıq nə düşdü. Amma yəni digər qızlarda nəsə bir əlavə eləmək istədiyiniz şeylər varsa əlavə edə bilərsiniz.
Heyecanla danışıyorum. Hər hansısa xüsusi metodunuz olub bloka hazırlaşanda, məsələn 5 saat oxuyub 3 saat yatmaq. Xüsusi metodikam bloka hazırlaşanda ancaq belə olub ki, bu qədər oxumamışam 5 saat oxuyub. Yəni absurddur biraz. Yəni 8 saatımı yatmışam, yəni axşamı 3 saat yatmaqla, yəni ruh vəziyyətində gəzərdim deyə düşünürəm. Yəni 5 saat oxumaq, yəni günün çox hissəsini hazırlıqlarda keçirdiyim üçün, yəni çox hissəsi oxumağa gedir. Amma belə özümün oxumağı, yenə də deyirəm, tarixə 1 saat maksimum, ədəbiyyata 1 saat, Azərbaycan dilində də 1 saat olub. Xüsusi metodikaya gəldikdə isə tarixi də Azərbaycan dilində, ədəbiyyatda yalnız testlərlə eləmişəm. Testləri daha çox işləmişəm. Abituriyent testi olsun, test toplusu, keçən ilin, o biri illərin sınaqları, blok buraxılışları hamısını işləmişəm. Yəni dəfələrlə, bir dəfə yox, 5-6 dəfə ən azından işləmişəm. Bu metodikanı yəni dəstəkləmirəm. 5 saat oxuyub 3 saat yatmaq. Yəni 3 saat yatmaq çox məncə mənasız bir şeydir. Yəni yatıb yuxunu aldıqdan sonra oxumaq daha verimlidir. Nəinki gecəni oxuyub sonra gündüzdə yuxulu vəziyyətdə gəzib hazırlıqları, yəni mənasız yerinə keçirtmək boş şeydir məncə. Yatın, yuxunuzu alın, sonra daha əlverişli şəkildə oxuyun məncə yəni. Məncə daha az yatdım dönəmdə oxum, o qədər də yox. Buyurun. Mən də problem. Dəli olasınız. Cidden məndə olmuşdu. Yəni mən ona görə deyirəm, çox üstə getmirəm. Məndə dəhşət belə psixolojik pozuldu. Yəni gecə yatanda yəni dəhşət şeylər oldu. Yəni yuxularım birbirine qarışdı. Həmişə də bunun üstünə danlanmışam. Atam baxırsa burada. Yəni başı xarab olacaq. Həqiqətən biraz oldu. Ona görə yəni bu rejiminizi düzəldin. Yuxu çox önəmlidir həqiqətən. Yəni oxuduğunuz ağızda qalsın da. Çox qatılıram yəni. Bloka hazırlaşarkən hədəfinizə uyğunmu bal toplamağı hədəfləyirdiniz, yoxsa nə bal yığsam yığaram deyirdiniz? Hansı daha az stresli olur? Mən bunu dəstəkləyirəm ki, qarşıya mütləq şəkildə bir hədəf, məqsəd qoyulmalıdır. Ən azından fakültə belə ixtisas belə olmasa da, məsələn, mən buraxılışdan hər fəndən 80+ yığmalıyım ki, bir məqsəd, yaxud da ki, blokdan filan fəndən 25+ yazmalıyım ki, məqsəd mütləq şəkildə olmalıdır. Çünki nə məqsədli olursa da o daha, necə deyim, daha əlverişli olur. Mütləq şəkildə məqsədiniz olmalıdır. Ən azından yenə deyirəm, ixtisas fikirləşmirsinizsə, hər hansısa beyninizdə özünüzü hardasa görə bilmirsinizsə belə, qarşınıza filan bal yığmalıyam qədər bir məqsəd qoyun. Çünki məqsəd qoymaq çox yaxşıdır. Məqsəd, hədəf hər şeyi həll edir. Məncə təsdiqləyirəm. Növbəti sual. Deməli, abituriyent vaxtı hansı tipləmələrə və yaxud seriallara baxmaq sizi motivə edirdi? Ayda tipləmə oxudum. Üzr istəyirəm filmlərə. Mən serial Kameramanı xəttidir. Mən serial demişdim, dəhşət linçiyərəm. Türk seriallarına bir-ikilən baxırdım. Zarafat edirəm, serial falan baxmırdım. Yəni 11-ci sinifə gələndə yəni özümə necə deyim, belə bir şey demişdim ki, yəni bu il mən heç bir Türkiyə olsun, xarici olsun, hər yox, serial falan baxmayacağım. Çünki çox vaxtım var. Yəni 2 saat yarımdır. Zarafat edirəm bu arada, dinləyəcəmin. Yəni 2 saat yarım mən ona baxana qədər, yəni ondan sonra yəni 20 dəqiqəlik xarici bir çox istəyirəmsə, xarici seriallar baxaram. Ona görə yəni necə deyim, seriallardan başınızı boşlayın. Amma yəni necə deyim, stresinizi atmaq istəyirsinizsə, başınızı qatmaq istəyirsiniz, həm də ingilis dilinizi, sırf ingilis dili yox, ümumiyyətlə xarici dilinizi inkişaf etdirmək istəyirsinizsə, bir sıra motivasiya edici filmlərə baxa bilərsiniz. Yəni burada hal-hazırda ağlıma gəlmir, amma necə deyim, YouTube-a yazsınız ki, Hikmət Anıl Öztürk'ün çox tövsiyə edirəm. Onun kanalında var, belə film listelər falan var. Oraya girib baxa bilərsiniz. Məsələn, Forrest Gump'ı baxmışdım son dəfə. Sizdən bütün izlədiyimiz YouTube-lərə indi deyəsən kimi də təsdiqləyirəm, məncə də falan bilirəm. Serial olaraq da, yəni 20 dəqiqə, 30 dəqiqə olaraq da, yəni çox baxmaq istəyirsinizsə, Friends-i tövsiyə edirəm. Başlı qatar belə əyləncəli sitcomdur. Hal-hazırda izləyirəm. Mən izləmişəm biləsi sezonu. Bu Tutaq ki, imtahana girdik. Kitabçada hansı sualdan başlayıb? Daha düzgün fəndən vaxt bölgüsü aparmaq olar mı? Nəsə olar? Belə başa düşdüm ki, hansı fəndən başlayıb? Sualdan yox da fəndən başlamaq məncə daha şey olardı, düzgün olardı. Hansı fəni ki, daha rahat bilirsiniz və daha çox sevirsiniz, məncə o fəndən başlamaq daha əlverişli olar. Nəinki ən çətin, ən xoşunuza gəlməyən fəndən başlasaz, motivasiyanız ölür.
O 100%-dir. Mən ümumiyyətlə sınaqlarda yoxlamışam. Buraxılışa bloka getməmişdən qabaq sınaqlara gedirdim və yoxlayırdım hansı fəndən başlasam daha yaxşı olar mənim üçün. Məncə siz də yoxlayın. Mən yoxlamışam Azərbaycan dilindən başlamaq, ingilis dilindən, bir də riyaziyyatdan. Mən riyaziyyatı daha çox sevdiyimə görə riyaziyyatdan başlayanda imtahanın gedişatı daha yaxşı olurdu. Nəinki sevmədiyim fənn olan Azərbaycan dilində başlayanda. Hər zaman onda imtahan balım az gəlirdi Azərbaycan dilindən başlayanda. Bu, yəni hər şəxsin öz subyektiv fikridir. Məncə daha yaxşı bildiyiniz fəndən başlamalısınız deyə düşünürəm. Daha rahat, sizə daha rahat olan fəndən başlamalısınız. Deməli, indi biz sualları sürətləndirik. Oxşar suallar var idi, ona görə qoyduq ona heç. İndi sualları sürətləndirik. Belə siz oxuyursunuz. Maraqlıdır. Blok fənlərinə hazırlaşarkən 100% bu fəndən yüksək toplayacağam deyib digərindən yüksək toplamısınızmı? Belə deyim, blok fənlərinin hamısından demək olar ki, yüksək nəticə gözləyirəm. Çünki bloku mən həqiqətən çox yaxşı oxumuşam. Belə deyim də, blokda ən çox ədəbiyyatdan çox gözləyirdim həqiqətən. Yəni 100 olmasa, yəni özüm bildim ədəbiyyatdan biraz zəif yazdım. Çünki ədəbiyyatda sualları çox pis alırlar. Yəni belə blok ədəbiyyatına nifrət edirəm desəm düzgün olar. Amma həyatda ədəbiyyatdan nifrət edirəm. Ədəbiyyat çox gözəl bir fəndir. Deməli, ədəbiyyatdan mən ən azından 27, 26 falan gözləyirdim. Amma 23 yazdım birinci imtahanda. Amma tarixdən 100% yazdım. Azərbaycan dilindən də 27 yazdım və ikinci imtahanda hazırlaşdım. İkinci imtahana hazırlaşanda mənim yanına getdim. Və Azərbaycan dilindən 29 yazdım, tarixdən yenə 30 yazdım, amma ədəbiyyatdan bu dəfə azaldım, daha 22 yazdım. Belə deyim də, əsas 100% toplamağa önəm verməyin. Əsasən, necə deyim, oxumağa önəm verin. Əsas oxumaqda, əgər oxusaz, vaxtı-vaxtına testləri işləsəz, təkrarlasaz, yəni insan eləyə bilməyəcəyi bir şey yoxdur. Belə deyim. Məncə də elədir. Ümumi olaraq öyrənməyə üstünlük verin. Buyurun. Dərslərdən bezəndə aktivitə olaraq nə etmisiniz? Baxdınız açılsın. Necə? Başınız açılsın. Kameramanlıq xətti. Buran kəsərsin. Dərslərdən bezəndə aktivitə olaraq nə etmisiniz ki, başınız açılsın? Nə etmişəm? Belə deyim, çox da mənim yaşadığım yerdə, yəni mənim kafamda deyim də, kafa dengim olan insanlar çox yox idi. Mən əsasən sosial mühitdə, sosial mediada daha doğrusu, sosial media deməyim, daha doğrusu WhatsApp üzərinə məsələn qruplarla özümə bir dost çevrəsi yaratmışdım. Yəni öz kafa dengi də türklər deməli. Yəni özüm fikirlərinə uyğun olan, məqsədlərimiz uyğun olan insanlarla danışıb söhbət edirdik. Əsasında olimpiyadaya hazırlaşanlarla birgə bir qrup vardı. Bəlkə də bilərsiniz, olimpiyadaçılar dəstək komandasını. Orada məsəl üçün suallar falan atırdılar, nə bilim danışırdıq, söhbət edirdik. Plus-dakı çölə çıxıb gəzirdim. Yəni gördüm bezin 1 saat, yarım saat yəni gəzirdim və öz-özümə danışırdım. Bəli, tarixçilərin vaxt istəyir, özümə danışırdım. Nə mən də danışırdım, yəni özümü motivasiya edirdim. Motivasiya eləmirdim, yəni bir növ özümə izah edirdim nəsənsə. Yəni özümə danışmaq mənə terapiya kimi gəldi və bu cidden məni necəm açırdı. Təmiz havada gəzirdim, yəni bağa çıxırdım və s. Yəni bu kömək edə bilər. Nə bilim filmlər, buna bənzər sual var idi. Məsələn, hansı film izləmisiniz? Film izləyə bilərsiniz, amma çox da vaxtınız yoxdursa, dediyim kimi çölə çıxıb yarım saat yerimək belə yəni yaxşı ola bilər. Bir də özünüzü çox təcrid eləməyin. Dil imtahanı üçün dəyməz. Mən çox anti-dil reklam edirəm. Gömürəm, həqiqətən ciddən deyirəm. Yəni dil üçün yəni məhkəməyə verirlər bizi. Yəni dil üçün yəni özünüzü parçalamayın. Belə loru dildə deyəcəm, parçalamayın. Həqiqətən axarında ciddi şəkildə oxuyun, da atmayın dərs. Ciddi şəkildə ağıllı çalışaraq, məqsədli olaraq oxuyub çata bilərsiniz. Öz sağlığınızı, psixologiyanızı falan pozmayın. Deyəcəklərim budur. Təsdiqləyirəm, sonuna qədər çox haqlıdır yəni. Dim üçün dəyməz. Yəni bir dənə imtahanda Dil boykot. kanalı bağladım. Gərək bunu etməzdim dediyiniz bir səhviniz olub. Məncə hamıda olar deyə düşünürəm. Mənim səhvim onda olub ki, çox az vaxt ayırmışam oxumağa. Çil tələbə, çil abituriyent deyilən abituriyent və tələbə mənəm hal-hazırda. Yenə də eyni ilə davam edirəm, səhvimi düzəltmirəm. Yəni, oxumağa çox az vaxt ayırmışam və telefona bayaq baxırdım. Eləməyin, məsləhət deyil. Yəni, telefonu, məncə məqsədiniz varsa telefonunu qırağa qoymalısınız. Yatırım öləqsi deyil. Anamı da bloklayırsınız.
Mənə ümumiyyətlə çox deyil, telefona az vaxt dərsini oxu. Yəni mən onda həmin adamlara qıcıq olurdum, daha da çox telefona baxmağa başlayırdım. Amma yəni məncə eləməyin, dərs oxumaq vacibdir. 1 saat, 2 saat oxumaqla iş düzəlmir. Bəzən düzəlir, o da məncə şəxsin subyektin özündən asılıdır. Məndə indi alınıb, amma sizə alınmaya da bilər. Ona görə məsləhət deyil, oxuyun, telefonu kənara qoyun. Belə də bir də başqa səhvim də o olur ki, məsələn, bu mənə düşməz deyib də oxumadığım mövzular olurdu. Ki, onlar deyil, məş məntiqlə eləyərəm də onu yəni. Çok real. Çok real. Bir de bir şey diyedim. Yani videodan sonra seni şeyler falan gelebilir, editler falan gelebilir. Yani ikon çok rahat, çok profesyonel. Amma həqiqətən elədir də, yəni indi də hal-hazırda universitetdələrdir. Bir gün, 2 gün qalmış kollegiumlara hazırlaşır. Çox qəşəng, yəni bəxti gətirir. Gözləyməz. Ya vaxt məsələsi deyil, amma oturub oxuyanda da yəni əməli başda oxuyuram. Sadəcə bir gün qalmış hazırlayıram, o məncə xəstəlikdir. Çox qəşəng bacarır. Yəni o hamı bacarmış. Aslında mən heç vaxt bacarmıram onu. Mən mütləq şəkildə 5-6 gün qalmış, yəni mənim, amma o xanım çox qəşəng bacarır və onu dəstəkləyir. Məsələn, yazıda var və yaxud da ki, röyadan səs gəlmir. Röyadan telefonu söndürür, yəni. Dərs oxuyuram. Mən amma oxuyuram, telefonu baxıram. Çok rahat, həqiqətən. Çok ikonum oldum bakım sonra sen geldi. Sen cevapla, sen de başlamışsın sonra. Fərq yoxdur aslında. Əlavələrə çağırır müəllimimiz, ancaq mən daha çox evdə qalıb özümü təkrar etmək istəyirəm. Sizcə hansı effektivdir? Məncə əlavələr etmək daha çox effektivdir. Çünki mən kimi olan şəxslər evdə oturan bir telefona baxır. Yəni hazırlığa getmək daha məsləhətdir. Həm də müəllimin prosmotrunda olursan, nəzarətində olursan deyə telefona baxa bilmirsən çoxdur. Yəni onda da mən baxırdım evdə, amma müəyyən zamanlarda baxmırsan deyə, yəni testdə gələr insan fikri. Amma yəni normal insanlar evdə oturub təkrar edə bilər. Oturur, açar kitabı və testlərlə bir yerdə işləyə bilər. Normal insanlar edər bunu. Amma məncə ikisi də effektivdir. Baxır şəxsin özünə, subyektin özünə. Amma müəllim nəzarətində məncə daha fərqli testlər işləmək olar. Eyni ilə özün də oturub da başqa Telegramdan falan testlər tapıb da işləyə bilərsən. Eyni ilə də, yəni ikisi də məncə effektivdir. Şəxs özü seçməlidir məncə bunu. Mən müəllim yanını tərcih edirəm, yəni də deyirəm müəyyən problemlərə görə. Yəni müəllim nəzarəti daha yaxşıdır. Mən də özüm üçün demək olar dəstəkləyirəm. Əsas müəllim yanında, yəni. Evdə elə olur ki, məsələn məndə elə idi də. Məsələn mən üzərində məcburiyyət olmasa mən açıb oxumayacağam. Çox belə oxuyan adam olsa da oxumayacağam. Ona görə də ikinci qəbulda məcbur müəllim yanına getmək ki, mən onu hazırlaya bilim də. Yəni əlavədə elə olur ki, məsələn müəllim falan şey deyir ki, məsələn get falan əsəri oxu, sabah əlavəyə görərsən, onu məcbur oxuyacaqsan. Amma evdə təkrardan başlasan, yəni sabah oxuyaram, bu gün oxuyaram, bu elə olur ki, qəbul vaxtı gəlib çatır. Ona görə də müəllim yanına məncə üstünlük verir. Təsdiqləyirəm. Siz Mən təsdiqləyirəm çox da. Mən biraz fərqliyəm. Yəni yox, qatılıram müəyyən hissələrdə əlbəttə ki. Çünki əksər tələbələr həqiqətən bizdə bir söz var da, biz qılınc müsəlmanıyıq. Yəni başımızda qapaz olmalıdır. Razıyam, çox razıyam, amma mən self-study uşaq olmuram. Yəni mən də peşmançılığım oldu ki, mən kaş ədəbiyyatdan məşğələyə getməyərdim. Kaş özüm hazırlaşıb oxuyardım. Ciddiyəm, həqiqətən. Məsələn, mən Azərbaycan dilindən blogda dayandırmışdım məşğələni. Mən bircə dəfə buraxılışa, necə deyim, təzə toplu çıxmışdı deyə məcburən getdim. Amma yəni, necə deyim, bloqa özümü hazırlaşsaydım. Çünki mən self-study daha çox öyrəşmişəm. Qatılıram, insanın, şəxsin özünə asılıdır. Birinci özünüzü müəyyənləşdirin ki, sizə hansı daha çox xeyir verəcək. Yəni, əgər məşğələ xeyir vermirsə, necə deyim, əlavələrinə getməyin. Normal məşğələsə gedin, yolunuzdan ayırmıram sizi, saptırmaq istəyirəm. Sadəcə, məsələn, mən evdə oturub, nicat bağışlardan videolar olsun, başqa, necə deyim, popular riyaziyyat kanalları olsun, sual kanalları olsun, Azərbaycan kanalları olsun, onu mən oturub baxırdım. O sualı yazırdım, mən dayandırdım, özüm yazırdım. Yəni, sonra baxırdım. Sonra Telegramdan mən çoxlu testlər tapırdım, çıxardırdım. Bir də getib sınağa ilmat vermirdim, Telegramdan çıxardırdım. Belə deyim, yəni ona görə self-study uşağısınızmı, yoxsa qapaz müsəlmansınızmı, onu müəyyənləşdirmək lazımdır. Əslində elə tam elə deyil, daha çox xarakterdən asılı məsələdir. Yəni insanlara görə dəyişir. Məsələn, keçən dəfəki videomuza baxsaz, hər dəfə bunu deyirəm. Məsələn, Nuray var idi, orada Gül var idi və onların ikisinin də balları eynidir və mən soruşanda ki, biriniz telefonla istifadə eləmişsiniz, yəni sosial şəbəkələrdə istifadə eləmişsiniz. Onlardan biri dedi ki, mən ümumiyyətlə istifadə eləməmişim, həyatımdan çıxarmışım. Deyirdi ki, mən hər şeyi normal həyatımda kimi davam edirdim. Bu biraz
necə özünüzdən asılı məsələdir. Və birinci hazırlaşmağa başlamamızdan əvvəl bunu təyin etməlisiniz ki, yəni siz hansı metodika sizə daha yaxşıdır. Məsələn, mən belə deyim, özüm tək olsaydım, məsələn, mən də deyirəm, o qədər daha sistemli hazırlaşmaq çətindir. Yəni self-studies olsam belə, mən üçün biraz çətindir. Məsələn, mən bunu bu gün edə bilərdim. Sabah hələ mən disiplinli idim. İndi disiplinli deyirəm öyle. Amma yəni abituriyent vaxtı həqiqətən çox disiplinli çalışırdım. Ona baxmayaraq mən belə yəni edirdim. Arada düşünürdüm ki, yəni bunu bu gün oxumayım, sabaha qalsın. Yəni ona görə özünüz müəyyənləşdirməlisiniz artıq. Yəni sosial şəbəkələr sizin diqqətinizi yayındırırmı? Telefon sizin diqqətinizi yayındırırmı? Və yaxud o qədər diqqətinizi yayındırmırsa, hamısını eyni vaxtda idarə edə bilərsiniz. Nə xoş sizə. Yəni o yaxşı bir şeydir əslində. Yəni hər şeyi eyni vaxtda axtarmaq yaxşıdır. Plus, yəni o sizdə bir gün qalmış hazırlaşıram, hər şeydə çox yaxşı olur. Əslində sizin stres və kriz yönetimi deyirlər türklər. Yəni orada yaxşı olduğunuzu deyir. Əslində o yaxşı bir şeydir. Belə. Qabaqcadan demirəm bir günə saxlayın. Bir günə saxlamaq həmişə yaxşı bir sözüm deyil. Daha əvvəldən başlayın. Amma eyni zamanda, yəni məsələn biləyim, o xarakterdə ona görə yaxşıdır ki, məsələn bəzi işləri sizə tapşırarlar. Məsələn mən də daha əvvəldən başlayan biriyəm. Bir günə qalmış başlayanda o qədər yaxşı alınmır işim. Məsələn mənə desələr ki, bir gün qalmış falan şeylə mən stresi görürəm, o qədər yaxşı eləmərəm. Amma məsələn siz öyrətdiniz, siz o qədər problemi gəlmirsiniz. Yəni normal oldu da bizə bu, yəni onu bacarır. Yəni ona görə bəzi hallarda yaxşı bir şeydir. Amma təbii ki, yəni yatırım tavsiyəsi deyildir. Amma yaxşı da olmaya bilər. Olmaya bilər. Bu videoya amma sadəcə 11-lər baxmayacaq deyə, yəni yəqin ki 7-ci sinif, 8-ci sinifdə varsa, bonus olaraq deyirəm ki, düşünməyin ki 11-ə gələndə mən möcüzə yaradacağam. Yəni düzdür, istisna hallar var, qatılıram, 100% qatılıram, 2 ilə hazırlaşır, 650 plus deyilənlər var, amma şəxsi təcrübə məsələsi olaraq deyirəm ki, ən yaxşısı elə aşağı siniflərdən təməlinizi, bazanızı quraraq gəlməkdir. Ondan sonra heç yəni əlavələrə getməyə də ehtiyacınız olmayacaq. Əsas təməldir, bazadır, yəni siz onu qavramağınız. Təməl yaxşı olanda bu arada 11-də o qədər hazırlaşmasam belə yüksək nəticə. Yəni o möcüzə yaradana deyirəm, ona belə çox oxumamışım. Demək o təməl çox oxumamışdım, amma gəldim 11-ci ildə oxudum. Külliyən yalanda. Ya göz qaytardılar, ya da ki həqiqətən təməlləri 5-ci sinifdən, 6-cı sinifdən. Çox zor getdim, 7-8-ci sinifdən həqiqətən təməlləri yaxşı oldu. Mən bir dənə dostum vardı, çox yaxın dostumdur. Tibb Universitetinin, Azərbaycan Tibb Universitetinin pulsuzluğuna ödəniş sizinlə qəbul oldu, müalicə işi. Və bir il hazırlığa getdi. Və soruşum var ki, mən hazırlığa 9-cu sinifdən başlayayım, yoxsa yox, tamam yəni seçimində. Və təməliniz yaxşıdırsa, həqiqətən bir il hazırlıqlara getməklə nə yəni qayıtda pulsuzluğa düşə bilərsiniz istədiyiniz universiteti. Amma yəni təməl məsələsidir. Mən heç vaxt oxumamışam, heç eləməmişəm. 11-ci ildə mən oxudum, bəs çətin məsələdir. Təməl vardır ki, demək ki. Çünki təməl olmayan bir insanın bəs çətindir. Bu məsələləri bilməyən bir insanın necə 11-ci istədirəsən sıfırdan trigonometriya başa salasın, yəni biz məntiqsizdir. Göz qaytardılar, həqiqətən universitetdə daha çox gözləməsin deyə. Valla biz buradan kim izləyirsə bilir kimi nəzərdə tutuyor. Göz qaytarırsan. Ağlıyorlar, gəlib ağlıyorlar. Ağlıyırsan, göz qaytarırsan. Yəni sənin təməli bazarı var. Bazarırsan ki, eləyirsən. Var, həqiqətən. Bu arada ağlayan tövsiyələri yatırır. Ağlayan yox, yəni necə deyim göz. Ağlamayın da, amma deməyirlər. Amma yəni deməyirlər, gizli saxlayın. Gizli saxlayın. Gizli saxlayın. Gizli deyirəm. Success da həqiqətən açar budur, key budur, ciddən. Mən 9-cu sinifdə çox belə necə deyim, hamıya deyirdim, ha yaxşı yığacam və s. Heç vaxt yaxşı yox, 9-cu sinifdə boş verin, Allah boş şeydir, yenə də deyirəm məsəl üçün. Yəni orada başa düşdüm ki, həqiqətən heç nə deməmək lazımdır. Amma 11-ə gəldim dedim ki, xeyirlisi qismət, bilmirəm. Mən də həmişə yox, mən bütün modda bilmirəm. Bilmirəm. Ola da bilər, olmaya da. Neytral. Amma hansı imtahanda ki, senin də çıxırsan, deyirsən çox yaxşı gələcək ki, məsələn, deyirsən o imtahan olacaqsa da olmur, olacaqsa da olmur. Həmişə bir şey var. Neyse dostlar, məncə hamının fikri bitdi. Nəsə əlavə eləmək istəyən vardı? Bonus olaraq deyirəm, spesifik adı qonağıyam deyə. Mən adaya gələndə bilmirəm bunu qeyd eləmədim, məndə biraz şey var, yəni əvvəldən dediyim bilmirəm, deməmişəm. Mən adaya gəlməmişdən qabaq mənə çox dedilər ki, orada məsələn qlamurka uşaqlar çox olacaq, sən onlarla ayıqlaşa bilməyəcəksən, gündə bir şey geyinəcəklər, oranın yeməyini çatdıra bilməyəcəksən və s. Hamısı külliyən yalandır. Bizim həqiqətən, bəlkə də o bir universitetə kıyaslamaq kimi olmasın, yəni müqayisə etmək kimi olmaz, həqiqətən çox sadədir. Ciddən deyirəm, yəni məsəl üçün, əksəriyyəti yəni belə, necə deyim, çox belə ultra makyaj eləsin, belə ultra bahalı paltara geyinib sərgiləsin və kantin qiymətlərimiz çox münasibdir. 3 manata yəni siz orada əməl başı doya bilərsiniz.
Yəni yarım bulqur, yarım nə bilim nənə. Yəni həqiqətən baxır nə yeyirsiniz, baxır nə də geyinirsiniz və əgər məqsədiniz varsa qabağa qədər də gedin. Gedin vəssalam da, yəni heç kəsə qulaq asmayın, boş-boş danışırlar, başa düşəcəksiniz. Onda belə motivasiya kimi ağlınız üçün ciddən o necə deyim, geyməmisən qəzətini, bilmirsən ləzzətini. Onlar orada olmayıb, onlar onları görməyib. Əgər həqiqətən istəyirsinizsə axıra qədər gedin. Ümumi belə bir şey bildirmək istəyirəm mən də. Məncə ümumiyyətlə çox oxuyuruq deyə, ümumiyyətlə hüquq çox oxunulan bir sahədir. Necəyim, çox oxuyuruq, daha çox oxuyuruq yəni. Ona görə də məncə ümumiyyətlə hüquqdakı qızların çoxsu sadə olur, demirəm. Yəni yenə bəzən gələn olur. Məsələn, mən də makyajım, amma ekstra fakültələrə baxmış, məncə sadə olur. Məncə siz də fikir verirsiniz ona. Bir 19-19 kafecindəki qızlarına yəni hiss edirsən də bizim. Hiss edirsən, yəni onlar bizə fərqlidir. Yəni həqiqətən digər fakültələrə baxanda pisləmək məqsədi demirəm. Nic demək istəmirəm. Sadəcə məncə ümumiyyətlə yəni təhsil şeydir. Hüquq geniş yəni şəkildə daha sadədir. Qatılıram. Bizim qızlar xəbər videolarda görürlər. Məncə daha sadədirlər. Bu qədər yəni makyajın heç birini istəməyik burada. Bugünkü videodan bu qədər. Yəni çox maraqlı bir video oldu. Hər birinizi tanıdığımızın təşəkkür edirəm və düşünürəm ki, inşallah sizə yeni bir video gələcək. Bu dəfəki video daha çox blog xarakterli. Növbəti dəfə belə bir video universitet ilə bağlı istəyirəm gəlsin. Daha çox universitet həyatı necədir, siz nə görmüsünüz falan filan. Düzdür, biraz öz universitetimi danışdım, amma hələ cavablanması çox suallar var. Bu qədər. Hər birinizi öpürəm. Sağ olun. Sağ olun.